Görün İbn Teymiyyə nasiblikdə hansı həddə çatmışdır? İndi də sizin üçün onun sonuncu və biabırçı cəhaləti. İbn Teymiyyənin Minhacus Sünnətün Nəbaviyyə kitabı 7-ci cild, səhifə 97. Rafizi deyir, 21-ci dəlil Həl-Əta, yəni İnsan surəsidir. Burada İbn Mütəhhir bunun Əli aleyhissalam barəsində necə nazil olduğunu bəyan edir. Sonra İbn Teymiyyə bu sözə irad bildirərək deyir. Həl-Əta surəsi təfsir və hədis əhlinin ittifaqına əsasən Məkkədə nazil olmuşdur. Onlardan heç kim deməmişdir ki, o Mədinədə nazil olmuşdur. Təkidlə deyir ki, təfsir və hədis əhlinin heç kim Həl-Əta surəsinin Mədinədə nazil olduğunu söyləməmişdir. Yəni, onun bu məsələdə yəqinliyi var. Yaxşı, gəlin indi mənimlə bu mənbəyə baxaq. Təfsirul Bəğavi, 8-ci cild, İnsan surəsi, haşiyədə deyir. Zadul Məsir kitabının sahibi deyir, bu barədə 3 rəy vardır. İnsan surəsi. Onlardan biri ki, o bütünlüklə Mədinədə nazil olmuşdur. Bunu böyük əksəriyyət deyir. Böyük əksəriyyət nə deyir? Deyirlər ki, o bütünlüklə Mədinədə nazil olmuşdur. Cəhalət, axmaqlıq və düşmənçilik şeyxi isə deyir ki, Həl-Əta surəsi təfsir və hədis əhlinin ittifaqına əsasən Məkkədə nazil olmuşdur. Onlardan heç kim deməmişdir ki, o Mədinədə nazil olmuşdur. İndi də mənlə birgə Allahın kitabına baxaq. İnsan surəsi Mədinədə nazil olub. Deməli, bu surə Mədinədə nazil olmuşdur. Bu İslamın şeyxidir, yoxsa İslamın düşməni, nasibilərin, cahillərin və axmaqların şeyxi? Sonra isə təfsir elmidir ki, əvvəlkilərin yazdıqları bütün yazıları sanki qurtum içmişdir. Gələn dəfə danışmazdan münafiqləri, nasibiləri və cahilləri tərif etməzdən əvvəl öyrən. Vəssalamu aleykum.